Xoş gördük əziz dinləyicilər. Deməli, Azərbaycan hökumətinin, bilirsiniz ki, Sputnik Azərbaycanın iki əməkdaşını deməli həbs edib. Onlar da FSB-nin necə deyilə, əməkdaşları kimi həbs edib. Əslində qalsa o şəkillərin çəkilməsi çox yaxşı idi. Əslində qalsa o şəkillər də Rusiyaya bir mesaj idi ki, sən vurursan, heç də biz də pis deyilik, biz də vura bilərik. Mən aydın məsələdir ki, biz o şəkilləri bir mesaj kimi anlamalıyıq. O tapıldı və göstərildi ki, biz də bunu eləyə bilərik. O FSB-nin agenti idimi, agenti deyildimi, bundan işimiz yoxdur. Bəzi insanlar da var ki, Azərbaycanda bu məsələləri manipulyasiya kimi qiymətləndirirlər. Bəli, bunlar manipulyasiya da ola bilər. Bəli, mən razıyam ki, bizim Rusiyaya qarşı tutumumuz müəyyən mənada yuxarı dairələrdə biraz ehtiyatlıdır. Bundan da razıyam. Amma nəyin bahasına olursa olsun bu günləri bu məsələyə bu cür qiymət vermək ki, başladılar yuxarıdan kimlərsə əmr etdi, bunlar da başladılar Putini tutaq ki, pisləməyə, Rusiyanı pisləməyə, bunlar qeyri-vətənpərvərlərdir, sadəcə yuxarıdan əmr gəlib bu formada deyirlər. Söz yox, bunu mən özümə götürmürəm. Çünki hər kəs bilir ki, mənim Rusiyaya qarşı mövqeyim birmənalı olub, həmişə. Bugün Azərbaycanda Rus bayraqları qaldırılanda belə mən Rusiyanın nə qədər mənfur olduğunu demişəm. Bundan işim yoxdur. Amma istənilən formada Rusiyanın pislənməsi, Rusiyanın tənqid edilməsi, istəyir yuxarıdan bu rapor verilsin, istəyir ASTV-lər əmr etsin, istəyir Azərbaycan Prezidentinin administrasiyasından bu əmr gəlsin, nəyin bahasına olursa olsun, Rusiyaya qarşı edilmiş hər hansı bir addım yüksək qiymətləndirilməlidir və bu təriflənməlidir. Niyə görə? Çünki nəyin bahasına olursa olsun bu Azərbaycan xalqının deməli genində, yaddaşında, dərinliyində iz buraxır. Bu günləri Azərbaycan Qafqazda bəlkə də yeganə ölkədir ki, bəlkə Azərbaycan ümumiyyətlə MDB ölkələri içərisində yeganə ölkədir ki, həqiqətən burada Rusiyanın adamı yoxdur. Rusiyaya aid olan bir müxalifət yoxdur. Əgər varsa da bu günləri 3-4 dənə təşkil hökumətin içində olar. Yəni bizdə 5-ci kolon yalnız pulla işləyən, barmaqla sayılacaq adamlar. Şükürlər olsun ictimaiyyətin içində də, müxalifətin içində də belə insanlar yoxdur. Ermənistan kimi böyük bir lobbisi olan Rusiya tərəfdarları yoxdur. Bu mənada mən fikirləşirəm və qiymətləndirirəm ki, qəti surətdə bugün yuxarıdan belə əmr gəlsə, Rusiyaya qarşı edilmiş aqressiya doğrudur, qiymətləndirilməlidir. Azərbaycan xalqının başına Rusiyada bir balaca bir addım gələrsə, bir nəfər belə vurularsa, tam surətdə Azərbaycan xalqı buna öz sözünü deməkdə haqlıdır. Mən düşünürəm ki, bu formada da davam etməlidir və bütün Rusiya ictimaiyyətinə Putinlər başda olmaqla, yenə deyirəm, daha ciddi arqumentlər, daha ciddi işlər görülməlidir. Bu təbliğatda qalmamalıdır. Rusiyadan bizə bir müsbət addım gəldikdən sonra biz geriyə çəkilməməliyik. Qəti, bu bir fürsətdir, bu bir imkan yaradır ki, yenə deyirəm, biz Rusiyadan yavaş-yavaş siyasətlə, diplomatiya ilə uzaqlaşaq, Avropa Birliyinə yaxınlaşaq. Artıq Ermənistan Kaya Kallasla görüşdən sonra Ermənistan xalqının Avropaya vizasız gediş-gəlişinin təsdiqlənməsi məsələsi ortaya çıxır. Təsəvvür edin, niyə biz bundan uzaq dururuq? Bu günləri Ermənistan Rusiyanın ən yaxın forpostuydu. Amma Rusiyadan canını qutardı, Avropaya gedir. Bugün erməni vətəndaşı artıq gözəl surətdə gedib Avropada 90 gün, 100 gün işləyib öz xalqına, öz dövlətinə evrolar qazanıb gətirəcək. Yoxsa Azərbaycan xalqı kimi gedib pomidor, xiyar satmaqla, 5 rubl artırıb gətirməklə artıq onu da gətirə bilmir. Çünki inflyasiya yüksək səviyyədədir. Çünki Rusiya çökür və bu günləri biz Yekaterinburqda və digər ərazilərə nəyi gördük? Onu gördük ki, heç 5 manat qazanana da artıq vermirlər. Artıq Azərbaycanlı təpikləyirlər və bu günləri Azərbaycana gələn o meyidlər işgəncə doluydu. İnsanın ürəyi ağrır. Yəni Azərbaycan xalqının istər vətəndaşı olsun, istər olmasın, istər miqrant olsun, Rusiya artıq təhlükəlidir. Artıq səni pul qazanmaqda 5 rubl qazanmağa da imkan verməyəcəklər. Bunu bir dəfəlik anlamaq lazımdır. Bu günləri Ermənistan, Gürcüstan xalqı gedib Avropada kiçik işlərdə işləyərək
evrolarla öz ailələrinə, öz dövlətlərinə pul gətirmiş olurlar. Ona görə də mən düşünürəm ki, bu gün fürsətdir. Avropa Birliyi ilə də münasibətlər yaxşılaşdırılmalıdır və nəyin bahasına olursa olsun Azərbaycan xalqının yönü, Azərbaycan xalqının kursu Avropa Birliyinə olmalıdır. Gürcüstan gedir, Ermənistan gedir, Ukrayna gedir, Moldova gedir. Biz niyə qalaq? Biz zaten geci tezi var. Amma gəlin bunu tezləşdirək ki, Azərbaycan xalqının həm təhlükəsizliyi etibarilə, həm də yaşam iqtisadiyyat barəsində Azərbaycan xalqı da bir gün görmüş olsun. Təşəkkür edirəm diqqətinizə görə.